Müəllim, hədis var ki, Allah Rəsulü buyurur ki, sizi dində həddinizi aşmaqdan çəkindirirəm. O, Bəli. dində hədd aşmaq deyilsə, nə nəzərdə tutulur? Dində həddi aşmaq çox şeylə götürmək olar. Çox şeydə, istənilən bir şeydə. Allah Taala səni nəyi mükəlləf eləyibsə onu götür. Məsələn, bir dəfə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, minbərdə. Deyir ki, Allah Taala sizə həcc eləməyi əmr etdi. Yerdən biri qalxıb deyir ki, hər il Peyğəmbər sallallahu əleyhi və səlləm qəzəblənir. Deyir ki, mən əgər desəm ki, hər il vacib olacaq. Bəs deyir, siz də bunu bacarmayacaqsınız. Mən sizi harada tərk edirəmsə, siz də orada məni tərk edin. Və deyir, insanların ən şərrisi odur ki, Allah Taala onun səbəbi ilə onlara vacib olmayan şeyi onlara vacib edir. Yahudilərin məhv olmaqlarına səbəblərdən də biri nə idi? Çox sual verərək özlərinin şəriətlərini çətinləşdirmək. Necə ki, o inək hadisəsində gördüyünüz kimi və beləcə onlar çox şeylərdə həddi aşmışdılar. Başqa şeylərdə də olar, misal çəkimi olar, bir dəfə Peyğəmbər sallallahu əleyhi və səlləm bir sahabə ilə gedəndə, sahabə deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmin arxası ilə yol gedirdik. Və birdən gördük ki, bir kişi namaz qılır. Və namazını uzadır, rüküsünü uzadır, səcdəsini uzadır, uzun uzadı namaz qılır. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşur ki, sahabədən, deyir, səncə bu riyakarlıq eləyir, sən necə düşünürsən? Deyir ki, mən bilmirəm, Allah bilir. Riyakarlıq eləyir yoxsa. Və deyir ki, dinə qalib gəlməyə çalışan elə bir insan yoxdur ki, məğlub olmasın. Peyğəmbər sallallahu əleyhi və səlləm girir bir dəfə görür ki, məsciddə kəndir bağlayıblar. Deyir ki, bu nə kəndirdir? Deyirlər ki, bu Zeynəbin kəndiridir. O, Zeynəb binti Cəhşin. Və deyir ki, o gəlir namaz qılır. O qədər qılırsa artıq taqəti kəsilir, yıxılmaq istəyir. O ipdən tutur, dayanır, namaz qılır. Deyir ki, kəsiləsin o ip o tərəf. Allahın belə ibadətə ehtiyacı yoxdur. Aydındır. Dində hər bir şeydə həddi aşmayasan. Bu insanların hələ özünə aid olan məsələlər də namazdır, orucdur. Gəl gör ginən ki, sənin özünə aid olmayan qazilərin işlərinə girişəsən. Rəhbərlərin işlərinə girişəsən. Ondan sonra hər hansı bir ixtiyar sahibidir ki, Allah Taala onları bu işlə mükəlləf edibsə, onların işinə girişirsən, vay onda insanın halına. Görün də o məsələ. Ona görə də bu sərtlik göstərən insanlar ki, Allah Taala onlara mükəlləf eləməyib, həddi aşan insanlar həmişə məğlub olurlar. Vallahi, o yola düşən insanlar, qədimdə də bu gündə, bilirsiniz, təxminən söhbət kimlərdən gedir. O yola düşən insanlar çoxsunun həyatı fasiqliyi ilə bitib. Hətta elələri də olub ki, şirklə bitib həyatları. Hətta bu günlərdə, günümüzdə elələri var ki, artıq bu günlər təvəssül eləyirlər. Vaxt var idi ancaq. Vaxt var idi. Biz təvəssül eləyənləri təkfir eləmədiyimizə görə onlar bizi təkfir eləyirdilər. Olub, olmayıb. Biz təvəssül eləyənləri təkfir eləmədiyimizdən dolayı onlar bizi təkfir eləyirdilər. Amma bu gün özləri təvəssül eləyirlər. Niyə görə? Çünki bu yaxınlarda bir ilahiyyatçı danışdı, bu arada psixoloji bir fayda gətirdi. Dedi ki, insanların fitrətində elə bir şey var ki, insanlar heç vaxt sərtliyi, aqressivliyi axıracan daşıya bilmirlər. İnsanın gücü çatmır buna. Mümkün deyil. Müəyyən qədər özünə isə göstərməyə çalışarsan, göstərə bilərsən də, amma axıracan mümkün deyil getmək. Axırda haradasa nədir? O, necə ki, o motora həddindən artıq qaz verəndə dağılır, o haçansa da dağılıb, məhv olub gedir. Ona görə çox qazlamaq lazım deyil. Allah Taala bizə nə şəkildə din öyrədib, din buyurubsa, o şəkildə də gedir. Ələxsusda ki, soyuq motora qaz vermək. Soyuq motora qaz verəndə tez dağılır. Və cahil insanda, niyə görə soyuq motor deyirəm? Çünki cahil insanda soyuq motor kimidir. Hələ qızmayıb, hələ rahat işləyə bilmir o. Dini elmlərdən anlayışı yoxdur, xəbəri yoxdur. Nə görə biraz qaz verən kimi görürsən ki, şatun matun hamısı getdi. Sonra da hətta Allah göstərməsin, dindən çıxanlar olur. Dindən çıxanlar olur, məhv olub gedirlər. Peyğəmbər s.ə.v onda xasiyyəti, o gecələr namaz qılardı, ayaqları şişərdi, qanıyardı. O onda Peyğəmbər s.ə.v xasiyyəti var idi. Yox, Peyğəmbər sallallahu əleyhi və səlləmə xaslıq bir dənə oradadır ki, gecə namazı onun üçün vacib idi. Hətta qılmadıqda qalxıb onun qəzasını eləyərdi, qıla bilmədikdə. Amma ki, onun uzun-uzadı qılması ona xas deyildi. Onu hər kəs də sahabələrdən də olub ki, gecə boyu səhərə qədər namaz qılardılar. Amma ki, onun o qədər təqvasından idi ki, hansı ki, Allah Teala'ya olan şükürün, təşəkkürün bildirmək üçün o insan eləyirdi. Allah onun üzərinə salavatı və salam olsun. Gecə səhərə qədər ibadətdə keçirdirdi. Ayşə anamız deyəndə ki, Allah Resulü, Allah Teala sənə keçirmiş, gələcək günahlarımı bağışlayıb. Niyə görə bu qədər özü vəziyyəti versən? Deyir, məyər şükür edən qul olmayın?
o şükürün göstərirdi ki, bəli, həqiqətən də Allah Taala insana, görsən indi bizdəkilər, insanlar nə danışır? Bizdəkilər də biz özümüzük, istisna eləmirəm özümüzü. Deyirik ki, kimin toyuğuna daş atmışıq. Elə bilirik ki, nəsə eləməmişiksə, biz artıq heç nəsə eləməyə ehtiyacımız yoxdur. Kiminsə toyuğuna daş atmamışıqsa, bizə ibadət lazım deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem isə, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Taala onu salih elədiyinə görə təşəkkürün ibadətlə bildirirdi. Əgər Allah Taala sənə o əxlaqı veribsə, toyuğa daş atmırsan, qonşunun namusuna sataşmırsan, əlhəmdülillah gözəl və şükür elə də Allah Taala sənə o cürünə gözəl dəyərlər nəsib eləyib. Əgər həqiqətən də o adam dilində sadiqdirsə, doğrudan da elədirsə. Siz nədən dolaydı? İndi ki, Zeynəb orada kəndirdən tutub namaz qılardı, yəni yıxılmasın ötürü. Ona görə ki, burada da Peyğəmbər sallallahu yəni özünə əziyyət verirdi, ayaqları şişərdi, ayaqları qanıyırdı. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem buna taqəti çatırdı, eləyirdi, Allahın Rasulü idi. Amma qadın da onun üzərində başqa vacibatlar var, başqa haqlar var. Həmçində Peyğəmbər sallallahu aleyhi ve sellem yıxılmırdı axı. Deyir, madəm ki, yıxılana qədər qıla bilirsən, qılmısansa onu, bəs də onunla da kifayətlən də. Təsəvvür ki, lap deyək ki, insan özünə zülüm elədi, qıldı, yıxılana qədər. Bəs sabah durub sübh namazını kim qılacaq onun yerinə? Zöhr namazını kim qılacaq? Orucu kim tutacaq? Ərinə kim xidmət eləyəcək? Əri yatağa çağıranda nə cavab verəcək ərinə? Bəli, bunlar hamısı haqlardır. Allah Taala ələxsus da qadınlara, qadınlar burada nə deyir? Deyir ki, o qadın ki, 5 vaxt namazın qılarsa, Ramazan ayını tutarsa, namusun və iffətin qoruyub, ərinə itayət edərsə, cənnətin istədiyi qapısından gir deyiləcək ona. Yəni, əgər qadınlarsa şəriət bu qədər yüngülləşdiribsə, onlara cihadı əmr eləməyib, həcci məhrəmsiz əmr eləməyib, onlara ruzi gətirməyi əmr eləməyib. Yəni, onların çox şeyini Allah Taala yüngülləşdirib, şəriət yüngülləşdirib. Niyə görə özü artıq şeylə yükləyirsən? Qıldın, nə bacardın, elədin, həm də üzərində başqa işlər var. Sən sabah tezdən durub, evladını tərbiyə eləməlisən, ərbi işə yola salmalısan, özün də başqa ibadətləri eləməlisən. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem ümumiyyətlə Allah subhanahu ta'ala şəriətimizi gözəl bir şəkildə biz üçün nizamlayıb ki, nədir? A'ta kulləzi haqqın haqqa. Allah Taala hər bir haqq sahibinin haqqını ödəmişdir. Və haqqın bizim bir-birimizə haqlarımızı necə ödəmək varsa istəyir, valideyn, evlad, ər-arvad arasında, qonşu, qohum və s. Ona görə həyatımız elə bir şəkildə düzəmlənib ki, Allah Taala elə bir bizə formada şəriət göndərib ki, tam kamil və mükəmməl olaraq ki, biz onu etməklə yanaşı başqa haqları da ödəməyi bacarmalıyıq. Baxın, insanlar, bir qardaş sual verdi, həddi aşma. Görsə, insanların bəziləri həddi aşıb dərviş olurlar. Dərviş o, əməlli dərviş olurlar. Bizdə bu Qala kəndində qübbələr var. Görmürsünüz, Qala kəndində muziyə gedəndə görmürsünüz. Qədimdə sufilərin eləncik təkkələri var idi. Balaca günməz kimi bir şey idi. Bir kvadrat yarım. Onun içi olurdu. Otururdu onun içində, bir dənə qapısı vardı, bir də balaca pəncərəsi. Otururdu orada, ancaq ibadət edirdi 24 saat. Və cəmaat da gətirirdi onu pəncərədən orada nəsə yeməkdən, içməkdən atanda, nəsə onu yiyirdi, sadəcə ayaqda ola ehtiyacısını çıxırdı. Namaza da gedmirdi, cəmaat namazına. Bax, həddi aşmaq gör insanı hara gətirir, çıxardı. O şeytanın hilələri kitabda gəlir. Yəni, şeytan ibadət əhli ilə necə oynayır, ibadət əhlinə necə həddi aşdırır. Görürsən, insan ibadətdə həddi aşır, dərviş olur. Sevgidə həddi aşır, müşrik olur. Ümiddə həddi aşır, murci olur. Nə bilim, istənilən təqvada həddi aşır, xavarici olur. Yəni, Allah Taala bizə hər bir şeydə hədd göstərmişdirsə, Allah Taala bizə dünyada şəriət əmr edib də, biz bu dünyanın içindəyik. Bura səbəblər aləmidir, burada bizim müəyyən ehtiyaclarımız var. Biz elə bir şəkildə ibadət eləməliyik ki, yəni başqa işlər, güclər də insan yaşayır, yəni ki, həyatını davam edə bilsin, davam eləməlidir. Hətta o yerə gəlib çatanlar var ki, evlənməkdən imtina edirlər. Hətta, üzr istəyirəm ifadəmə görə, sufilərdən o həddə çatanlar olub ki, övrət yerin kəsiblər. Bəli. Ona görə dində Allah Taala necə göndəribsə dini, şəriəti necə öyrədibsə, o şəkildə də onu yaşamağa çalışmaq lazımdır. Həddi aşmaq olmaz.